Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən ölçmə və nişanlama alətləridir. Gəlin bu alətlərlə tanış olaq. Gəlin görək nədir ölçmə və nişanlama. Ölçmə və nişanlama vacib, eyni zamanda da məsuliyyətli əməliyyatlardandır. Niyə? Əgər biz bu ölçməni, nişanlamanı düzgün aparmış olarsaq, məmulatın keyfiyyətinə, iş vaxtına və materiala qənaət edə bilərik. Deməli, keyfiyyətə, iş vaxtına və materiala qənaət edirik. Düzgün ölçərsək, düzgün nişanlayarsaq. Gəlin görək, bəs nişanlama nədir? Nişanlama, pəstahın üzərinə emal sərhədlərini və ya yerini göstərən kontur xətlərin çəkilməsi və nöqtələrin qeyd olunması prosesinə nişanlama deyilir. Məsələn, parçanın üzərində biz nişanlama aparırıq. Bizim hal-hazırda, belə deyək də, nişanlayacağımız nə olacaq? Köynəyin qolu. Belə bir şey. Neynədim mən? Pəstahın üzərində emal sərhədlərini qeyd etdim və yaxud da kontur xət çəkdim və yaxud da mən bunu qırıq-qırıq xətlərlə, yəni nöqtələrlə, nöqtələrin qeyd olunması və yaxud da ki, nöqtələrlə köynəyin qolunu nişanladım. Yəni, bunu kəsəcəm. Gəlin görək, ülgü nədir müəllimlər? Bir neçə eyni detalın nişanlanması. Bir neçə eyni detalın nişanlanması ülgü vasitəsilə aparılır. Yenə də pəstah çəkirik. Bu bizim pəstahımızdır. Şəkildə də göründüyü kimi pəstah qeyd olunub. Ülgü. Burada göyərti doğrayan taxtadır. Mən çəkəcəm, məsələn, parçadır da. Parça bizim pəstahımızdır. Kənara çıxdım. Paltarın ön hissəsinin ülgüsünü çıxarıram. Eyni zamanda bir neçə parçanın üzərinə, bax, bir neçə eyni detalın nişanlanmasını mən ülgü vasitəsilə apara bilərəm. Ülgü fanerdən də ola bilər və ya istənilən bərk materialdan da ola bilər. Real ölçülərlə hazırlanır ülgü. Real ölçülərlə. Deməli, fanerdən də hazırlana bilir. İstənilən bərk materialdan da. Bəs ülgü nə xeyri var bizə? Ülgü bir neçə detalın tez və dəqiq nişanlanmasına imkan verir. Deməli, bir neçə detalın tez və dəqiq nişanlanmasına imkan verir. Ülgünü, baxın şəkildə göründüyü kimi, pəstahın üzərinə yerləşdirib sıxırıq. Sonra karandaşla, bəli, şəkildə gördüyümüz karandaşla çevrəsini xətləyirik. Xətləmə zamanı materialdan qənaətlə istifadə edilməlidir. Baxın, əgər biz göyərti taxtasını, bax bu ülgünü, göyərti taxtasını elə bil ki, ülgüsünü çıxarırıq da, ortada qoysaq, kənarlarda atılası hissələr olacaq da, düzdür, pəstahdan. Ona görə də elə eləməliyik ki, qənaətlə istifadə etməliyik. Texnoloji tələblərə riayət etməklə bir pəstahın üzərinə mümkün qədər çox detal yerləşdirmək olar. Məsələn, bu şəkildə gördüyümüz ülgünü səliqə ilə yerləşdirsək, eyni zamanda 3 göyərti doğrayacaq taxta hazırlaya bilərik. Şəkilə diqqət eləyək müəllimlər. Baxın, bu gördüyümüz ülgüdür. Bu pəstahdır. Bu da karandaşdır. Bəli, ülgü, pəstah və karandaş. Oduncaqdan və təbəqə oduncaq materiallarının, detalların və pəstahların ölçülməsi, nişanlanması və yoxlanması. Ölçülmə, nişanlama və yoxlanması üçün müxtəlif alətlərdən istifadə edirik. Gəlin, baxaq görək hansı alətlərdir. Şəkildə gördüyümüz biz. Biz nə üçündür? Deşmə yerlərini
deşmə yerlərini nişanlayırıq və deşiyə atırıq. Növbəti dərslərdə keçmiş olacaq. Rəf saxlayıcı, üzr istəyirəm, maqnit saxlayıcıları. Maqnit saxlayıcılarında hansı ki lövhəcikdə şurupu bağlamaq üçün iki boşluq var. Biz maqnit saxlayıcılarının quraşdırılmasında ardıcıllığı öyrənəcəyik ki, biz vasitəsilə hansı ki şurupların yerini qeyd etməliyik. Bəli, biz nə zaman lazım olur bizə? Deşmə yerlərini nişanlayır, deşik açılır. Karandaş nə üçün lazımdır bizə? Nişanlama xətlərinin çəkilməsi üçün. Bəli, düzgün yonulan karandaş və düzgün yonulmayan karandaş. Bəli, bu da şəkil olaraq testlərdə düşə bilir. Deməli, metal ölçmə lenti, xarrat metrəsi, bir də bölgüləri olan xəttkeşlə biz nə edirik? Ölçürük. Metal ölçmə lenti ilə meşə və mişar materialları. Baxın, bunu tapmaq çətin olmayacaq bizim üçün testlərdə. Metal ölçmə lenti meşə mişar materiallarını ölçür və nişanlayır. Baxın, həm ölçür, həm də nişanlayır. Bəli, şəkildə gördüyümüz metal ölçmə lentidir. Xarrat metrəsi iri ölçülü pəstahları ölçür və nişanlayır. Baxın, dönə bilir də bu iri ölçülü pəstahları ölçür. İri ölçülü pəstahları ölçür. Bölgüləri olan xəttkeşlə kiçik ölçülü pəstahlar həm ölçülür, həm də nişanlanır. Deməli, xarrat metrəsi ilə iri ölçülü pəstahlar ölçülür, amma metal ölçmə lenti və bölgüləri olan xəttkeşlə həm ölçürük, həm də nişanlayırıq. Bucaqlıq, xarrat günyəsi və bir də transporter. Gəlin, bunları da öyrənək müəllimlər. Bucaqlıqla düz bucaqları yoxlayırıq, ölçürük, çəkirik. Bucaqlıq taxtadan da ola bilir, metaldan da ola bilir. Taxtadan və metaldan. Bəs hansı hissələrdən ibarətdir? Ucdan ibarətdir, bir də qəlibdən ibarətdir. Uc və qəlib. Taxtadan ola bilir, bir də metaldan ola bilir. Düzgün olan hansı ki biz nişanlama üsullarına baxsaq, düzgün, bax bu formada bucaqlığı qoyuruq, karandaşı bucaqlığın düz kənarı ilə çəkirik. Amma düzgün olmayan variant, bəli, bu düzgün olmayan variantdır. Tam-tamını elə bil ki, bucaqlığın bitiş yerindən biz nişanlama xətləri çəkməliyik. Burada isə səhvə yol verib. Gəlin xarrat günyəsinə baxaq. Xarrat günyəsi müxtəlif bucaqlar nişanlanır. Müxtəlif bucaqlar. Bucaqlıqla nə ölçülürdü, çəkilirdi? Düz bucaqlar. Bucaqlıqla düz bucaqlar. Xarrat günyəsi ilə müxtəlif bucaqlar nişanlanır və ölçülür. Xarrat günyəsi ilə nişanladıq, ölçdük. Daha sonra nə baş verir? Transporter üzrə. Daha sonra tapdığımız bucağı transporter üzrə qururuq. Transporter üzrə qururuq. Bəs xarrat günyəsi nədən ibarətdir? Qəlibdən, xəttkeşdən ibarətdir. Bucaqlıq da qəlibdən və ucdan ibarətdir. Xarrat günyəsi eyni zamanda sıxıcı vintdən. Bəli, sıxıcı vint, xəttkeş, bir də qəlibdən ibarətdir. Biz xarrat günyəsi ilə müxtəlif bucaqları ölçdük, transporter üzrə qurduq. Yəni, transporter üzrə qoyduqdan sonra günyəni bilirik ki, neçə dərəcə bucaq nişanlamışıq. Transporterdə hansı ki, bucaqlar nişanlanır və ölçülür. Transporterlə bucaqlar nişanlanır, nişanlanır və ölçülür. Xarrat günyəsi ilə müxtəlif bucaqlar nişanlanır və ölçülür.
bucaqlıq ilə isə düz bucaqlar yoxlanır və ölçülür. Ümidvaram ki, bunları fərqləndirə bildiniz. Gəlin baxaq reismus nədir müəllimlər? Reismusla pəstahın təbəqələri, yəni səthləri emal edilərkən paralel xətlər çəkilir. Deməli, pəstahın təbəqələri, səthləri emal edilərkən necə xətlər çəkilir? Paralel xətlər çəkilir. Gəlin görək reismus hansı hissələrdən ibarətdir? Pazdan, tirciklərdən, qəlibdən, meydançadan, bir də kiçik mismardan ibarətdir. Bir də sadalayaq. Kiçik mismar, qəlib, meydança, tirciklər və paz. Pazı çıxardığımız zaman tircikləri istədiyimiz ölçüdə qoya bilirik. Yəni, tircikləri biz paz vasitəsilə sabitləyə bilirik. Pərcar nədir bəs müəllimlər? Pərcarla nə edirik? Pərcar ilə deşik yerləri, çevrə və qövslər nişanlanır. Pərcar ilə dediyi deşik yerləri, çevrə və qövslər nişanlanır. Gəlin əvvələ qayıdaq. Bəli, burada gördüyümüz hansı ki şəkillər üzrə refleksiya edə bilərik. Məsələn, bu gördüyümüz şəkil nədir? Pərcar. Pərcar nə iş görür? Burada gördüyümüz şəkil nədir? Xarrat günyəsi. Xarrat günyəsinin işi nədir? Hansı bucaqları ölçür, nişanlayır? Və yaxud da bu gördüyümüz nədir? Transporter. Yəni, bu formada özümüz üçün refleksiya apara bilərik. Videonu dayandırıb refleksiya apara bilərsiniz və mövzunu öyrəndikdən sonra testlərlə bilinci möhkəmləndirə bilərsiniz. Sağ olun müəllimlər, növbəti dərs görüşmək ümidi ilə.